mən çoxsaylı tamaşaçıların xahişi ilə Əvəz bəyin son bir müsahibəsi var. Efimizin qalan hissəsini o sizə təqdim edəcəyim. Başlaya bilərik. Əziz tamaşaçılar, canlı yayındayıq. İlk dəfədir. 1019 gündə ilk dəfədir ki, canlı yayına çıxıram. Uzun müddətdir canlı yayında yoxam. Məlum səbəblərdən, bilinən səbəblərdən. Ona görə də bugün bu xəstəliklərin arasında bu bizim üçün durumumuzun xoş olmadığı bir vaxtda bir canlı yayın eləmək istədim. Və çox qəribədir ki, bu canlı yayını eləmək üçün biraz da risk mi deyim, biraz həyəcan mı deyim var, təbii ki. Baxın dostlar, cəmiyyətdə siyasət və siyasətçilər qızdırma xəstəliyi tutub deyə Əvəz Zeynallı kimi kişilər zərərsizləşdirilir hakimiyyət tərəfindən. Zərərsizləşdirilir onların nöqtə nəzərindən. Təqib olunurlar. Niyə? Çünki bir baxın, bilmirəm sizə fikir verməmisiniz. Əvəz Zeynallının xəstəliyi ilə bağlı bir kampaniya başladıq. Sağ olsun Azərbaycan ailəsi, qədir bilən millətimiz 40 mindən çox, bilmirəm dəqiq məbləğ nə qədərdir, belə yardım oldu. Hətta yardımın bir hissəsi Rusiyada Alfa Bank tərəfindən həbs qoyulub, o da bir problem yaşayırıq, onu isə çalışırıq. Amma bu kampaniya siz bir nəfər partiya sədrinin qoşulduğunu gördünüzmü? Ha? Bəlkə olub, mən görməmişəm, xacibamı yazın. Siz bir nəfər partiya sədrinin Əvəz Zeynallıya müalicəsində dəstək kampaniyasına qoşulduğunu gördünüzmü? Bəs bir partiyanın necə? Bir partiya kimi müraciət eləsin cəmiyyətə, xalq öz tərəfdarlarına ki, mənim 5000 tərəfdarım var, hərəniz 10 manat eləyin, nə qədər eləyib 5000, hərəsi 10 manat versə 50.000, hə? Onu bilər, 50.000, pistol deyil, hə? Gördünüz? Yox. Həmişə canlı yayınlarda olmuşam, hər zaman hazırlaşmışam canlı yayınlara, hər zaman o problemləri araşdırmışam ki, nəyi danışacaq, necə danışacaq. İndi də elədim. İndi də elədi, əziz tamaşaçılar. Deməli, bu dəfə qərara gəldim ki, həbsxanalardan danışım, oradakı dostlardan danışım. Təbii ki, həbsxanalar çox ciddi, çox burada bir qardaşımız yazıcı deyir, Qurban bəy, axşamınız xeyir, deyilənlər yalandır, buraxmırlar, inanmayın. Qardaş, mən deyirəm, bunu məndən başa deyən yoxdur. Kim deyir ki? Mən sizə deyirəm ki, qanun qadağan eləmir. Yığışın 100-200-500 nəfər, gəlin orada, buraxmayın da tələb edə görüm, mənə qanunu görsək görüm, hansı qanunsa mən buraxmırsan? Harada yazdı, mən gedəmərəm. Elə bir qanun yoxdur axı, elə bir qadağa yoxdur. Adamlar Nazirlər Kabinetinin bu qərarını düzgün tətbiq eləmirlər. Buna dövlət neynəsi? İndi biz İlham Əliyev desə vaxtı təhqir edirik, söyləyirik. İlham Əliyevin günahı var. İlham Əliyev deyir, sən gəlmə vətəni var. İlham Əliyevin qəbul etdirdiyi qərar budur, onu göstərdim sizə. Yazır ki, yerüstü nəqliyyat da giriş-çıxış dayandırılsın. İndi sərhəddə hansısa bir gədə səni buraxmırsa, buna İlham Əliyev neynəsin? Sən öz hüququnu qorumağa cəsarətin yoxdursa, buna İlham Əliyev neynəsin? Başa düşmürəm. Sən axı hüququnu bir tələb elə. Dünya görsün, İlham Əliyev görsün ki, sən gəlibsən, sən oradan buraxmırlar. Maşınla gəlmə, avtobusla gəlin, piyada keçin. Sizdə iki saxlayası deyil orada. Saxlaya bilməzlər. Saxlasar verir məhkəmələrə. Bugün çox məsuliyyətli, çox ağır bir vəziyyətdədir. İndi də
o məsələdən danışacağım. O məsələdən danışacağım. Tanımadığımız və ya tanıdığımız əslində kompüterdə tapa bilmirəm ki, baxam və biraz da texniki problemlər ola bilər. Uzun müddətdir İstanbuldan canlı yayına çıxıram. Təbii ki, burada müalicələr səbəbiyle buradayım. Bizim geniş tamaşaçı kütləmiz artıq bunu bilir və yeri gəlmişkən fürsət varkən bütün Azərbaycan xalqına, bütün tamaşaçılarımıza, bütün səmimi şəkildə məni dəstəkləyən insanların hamısına çoxlu təşəkkür edirəm. Yəni biz aprel ayının 7-sində bu bəlalı xəbəri alandan sonra aprel ayının 12-sinə kimi mən düşündüm, cəmiyyətə açıqlayayım mı, açıqlamayayım mı? Və biz bunu cəmiyyətə elan elədik. Cəmiyyətə elan eləyəndən sonraki 13 günlük proses bəlkə də 130 il qədər gəldi bizə. Bu 13 günlük prosesdə Azərbaycan xalqının, toplumun, insanlarımızın, millətimizin, dünya Azərbaycanlılarının göstərdiyi təpki bir örnək idi. Tarixdə bir ilk idi. Bir siyasi məhbusu 13 gün içərisində ilk dəfə idi ki, hakimiyyətlə Azərbaycan xalqının da fikirləri üst-üstə gəlirdi. Mən bu haqda danışmışam, mən bu haqda danışacağım. Amma yenə də təşəkkür edirəm. Təşəkkür edirəm dostlara, mənim səyahətimlə bağlı ciddi kampaniyalar aparırlar və bu ciddi kampaniyalar təsiri var təbii ki. Amma necə olacaq, biz bu bahalı müalicənin, bu məsuliyyətli müalicənin sonunu necə gətirəcək, onu da bizim xalqımız görəcək, hamısını elan eləyəcək. Amma bütün bunların içərisində hər gün, hər an, mən bilirəm indi məni dinləyirlər, dostların, qardaşların çoxu həbsxanalardan məlumatlıdır, xəbərlər gəlir. Yəni bizim hər zaman tanıdığımız və tanımadığımız siyasi məhbuslar olub. O haqda danışmaq istəyirəm. İnsan o auradan, o mühitdən çıxa bilmir. Mən də birinci həbsimdə də elə olub, ikinci həbsimdə də elə olub. Bizim şərəfli və şanlı hökumətimiz, bunu da dostlarımız, bəzi dostlarımız başqa cürə yozmasın. Azərbaycan dilində ironiya var, sarkazm var. Yəni o şeylərə vaqif olan adamlar üçün əslində mən danışıram. Bizim şanlı və şərəfli hökumətimiz 2 dəfə bir ömürdə, bu əslində bilmirəm, bəlkə Ginnesin rekordlar kitabına da düşə bilər. 2 dəfə eyni maddələrlə, eyni ittihamla, eyni müddətə məni məhkum elədilər. 2011-ci ildə də həbs elədilər. 7 ay məhkəməm oldu, istintaq. 11 ay, fikrimi qarışdırmayın, 11 ay məhkəmə oldu, 9 il verdilər. İndi 2023-də də, 2022-də də eyni maddələrlə, nazirlərin, baronların, ondan bu dövləti idarə edənlərin 100 milyonlarla və hətta milyardlarla Azərbaycan xalqının pulunu talan edənlərin maddələrindən məni yenə məhkum elədilər. Yenə 7 ay istintaq, yenə 1 il, 11 ay məhkəmə, yenə 9 il həbs. Bütün bunların içərisində tanıdığımız və tanımadığımız dustaqlar. Əslində mən bunu bir saata sığışdırmaq istəyirəm, amma bu gedişatla mən baxıram, bunu ola bilər sığışdırmaram, amma davam edəcəm. İndi səyahətimdə ona bilmirəm, səsim də necə gəlir, əl verirsə bunu eləyəcəyik. Mən bunu yazmışdım, biz Sənə həbs elətlərin atasına lənət, min lənət. Orkestri kimiyik. Tanıdığımız siyasi məhbuslar çoxdur, əziz tamaşaçılar. Ölkə ilk dəfə son 40 ildə, bəlkə də 40 ildən əvvəl də bizdə siyasi məhbuslar olub. Azərbaycan tarixində, SSR-nin dövründə də siyasi məhbuslar olub. Amma Azərbaycanın müstəqilliyindən indiyə heç bu qədər siyasi məhbus olmayıb. Və heç bu qədər mahiyyətdə siyasi məhbus olmayıb. Yəni bir
kanal, bir media qurumu heç bir zaman toplu şəkildə həbsə girməyib. Yəni, düzdür, indi biz Abzas.net həbsdədir, bütün heyət. Toplum TV həbsdədir, bütün heyət. Meydan TV həbsdədir, bütün heyət. Heyət. Yəni, bu ilk dəfədir. 8 nəfər, 9 nəfər, 10 nəfər. Yəni, Azərbaycan tarixində belə bir şey olmayıb və belə bir şey olmamalıdır. Və əslində ondan əvvəl Xural TV də həbsdəydi. Yəni, ondan əvvəl Kanal 13 də həbsdəydi. Kanal 13-ün də Əziz Orucovla bir digər əməkdaşı həbsdəydi. Xural TV-dən də Əvəz Zeynallı və Elnur Şükürov həbsdəydi. Yəni, biz zaman-zaman məncə, təbii ki, burada tənqid eləmirəm, heç o fikirdə də deyiləm. Mən zaten zaman-zaman fikirlərimi söyləmişəm, söyləyəcəm də. Zaman-zaman biz doğru qiymətlər qoysaydıq, bəlkə də fərqli olardı. Bəlkə də Xural TV-nin üstünə gələn, mən zaten həmişə deyirdim ki, bir Həsirik, bir də Məmməd Nəsirik. Həsiri də tutdular, Məmməd Nəsiri də tutdular. Yəni, nəşriyyatda da qala bilmədik, nəşriyyatdan da çıxdıq. Əslində bu cəmiyyət o havayı salmalıyıq ki, millət, Xural nəşriyyatdan gedir. Dostlar, bu çıxış Əvəz Zeynallının millətə harayıdır, xaykırışıdır. Bu xəstə halında səni baş verənlərdən hali eləmək üçün bağırır. Sadəcə səsi bu qədər çıxır. Hara gedir? Yəni, təbii ki, onun davamıyla mən o dostların hamısını, siyasi məhbusların hamısını buradan alqışlayıram. Hamısını da izləyirəm. Gəncdirlər, hərəkətlidirlər. Hamısı yetəri qədər mübarizələrini aparır. Mən burada kimin haqlı, kimin haqsız olduğundan danışmayacağım. Ola bilsin ki, kiminsə cinayəti var. Və təbii ki, bu siyasi məhbuslara aid deyil. Və o siyasi məhbusların hamısı vicdan məhbusları. Yəni, kimin kimə münasibətindən nə asılıdır və tanınmış məhbuslardan o qədər danışmayacağım. Çünki tanınmış məhbusları bütün dünya bilir, Azərbaycan xalqı bilir. Tanıdığımızdan və tanımadığımızdan danışacağım. Məsələ, başda təbii ki, əslində siyasi məhbusların başdası, axırdası, ortadası yoxdur, amma Qubat İbadoğlu, Tofiq Yaqublu, Rüfət Səfərov, Anar Məmmədli, Azər Qasımlı, Əfqan Sadıqlı və Əfqan Sadıqlının ailəsinə gerçəkdən bir zülüm yaşadırlar. Yoldaşı Avropada, deyəsən Almaniyadadır. Gül 2 dənə balalar var, mən o ailəni yaxşı tanıyırım. O qızları öz balam kimi, öz qızlarım kimi görmüşəm. Elə böyüdülər onlar. Onlar elə böyüdülər. Əfqan bir həbsə girdi, sonra bir girdi, sonra bir girdi. İndi də dünyada darmadağın. Və məsələ, bu günlərdə mən həbsdən çıxanda baxdım, bir dənə cavan gəncəcik bir uşaq gəlib. Əhməd Məmmədovmuş, mən heç onu tanımırdım. İndi baxıram, izləyirəm. Məsələ, Əhməd Məmmədov. Məsələ, Ələsgər Məmmədli. Və danışacağım Bəxtiyardan. Ayrıca danışacağım. Bəxtiyardan ayrı danışacağım, Əziz Orucovdan ayrı danışacağım. Çünki Bəxtiyar 6-cı zondadır, Bəxtiyara zülüm olunur. Fariz Əliyev eləyir o zülmü mənim keçmiş rəisim. Cavan və perspektivli oğlan. Təzəcənə podpolkovnik olmuş bir adam. Deməli, bütün bunlar təbii ki, bunlar bizim müəyyən mənada dünyanın tanıdığı siyasi məhbuslardır. Adlarını çəkə bilmədiklərim adamlar var. Mən o bir-bir bunlar haqqında danışacağım. Kimin də adını çəkə bilməsəm, bizim 345 siyasi məhbusumuz var. Bəzən 350, bəzən 355 siyasi məhbuslar, siyahları var. Uzun müddət məni siyahıya salmadı. Getsin, özünü sübut eləsin deyə. Dünyadan bir xəbər adamlar. Nə? Kimlərdir bilirsiniz də? Dəhşətdir. Özləri siyasətçi hesab edənlər. Əvəz bəy siyasi məhbus kimi tanımırdılar, siyasətləmək istəmirdilər. Hansı Əvəz bəy? Если в пустынях Арабистана волк съест ягненка, вина на мне, сказал Хазрат Али или Хазрат Амар. Либо я оставил волка без присмотра, либо ягненка без защиты. В стране
если женщина в 49 лет, 42 года, 15 лет, 17 лет по неизвестным причинам бросается с крыши здания или из окна, то вина лежит на системе страны, на ее руководителе. Sübut eləyəcəkmiş Əvəz Zeynalov. Sübut elədi. İndi rahatsızmı? Rahatsızmı? Yəqin ki, artıq kimlərsə çıxacaq deyəcək ki, xərçəngi də hədiyyə eləyiblər Əvəz Zeynallıya. Xərçəng də elə geçsin, bir sübut eləsin, görə hələ bu varmı, yox. Və Azərbaycan müdafiə sistemi, insan hüquqları müdafiə sistemi o qədər zəifdir ki, biz ona görə, həm də ona görə bu durumlardayıq. Və bütün siyasi məhbusların hamısını, 345 nəfərin hamısını, Talib Arzadə haqqında da ayrıca danışmaq istəyirəm. Danışacağım. Əziz tamaşaçılar. Və təbii ki, indi burada mənə o qədər məsələ gəlib. Kırıtıda televizor yoxdur. Niyə yoxdur, qardaş? Kırıtıdan danışacağım. Niyə yoxdur? Qanun qəbul olunur. Qapı kimi qanun. Bütün təcridxanalarda və bütün həbsxanalarda televizor var. Və bu inqilabi dəyişiklikdir. 2013-cü ildə olur. Niyə Kırıtıda televizor yoxdur? Hələ adamları döyürlər. Niyə döyürlər? Danışacağım vaxtı. Niyə? Kalinka deyirlər. Kalinka. Mən Kalinka deməm. Rəisə bir dəfə dedim. Dedi o nədir? Kazinka dedim. Nə dedim? O dizlə. Dizlə. Dizlə dustağın qarnına vururlar. Bizim zonda, 6-cı zonda bir Samir var. 9-cu zondan gəlib. Yaxşı da oğlandı, podpolkovnik. Kalinka ilə döyür adamı, dizinlə. Elvin Mustafayev adlı bir gənci gətiriblər 6-cı zona. Gidib içəri və şillə, şapalaq, təpik, orada bir Əli müəllim var. O da yaxşı adam döyür. Onun da bir mavini var. Məhəmməd adlı bir mavini. Dedim, sizin adınıza bax, Əli Məhəmməd. Əli Məhəmməd adam döyər. O Məhəmməd cavan da uşaqdır. Belə durmuşam, yumruğu mənim yanımdan divara vurur. Deyirəm, mənə vurmaq istəyirsən? Deyir, sənə vurmaq istəyirəm. Deyirəm, vur da mənə. Mənə belə münasibət göstərən adamlar indi orada adamları döyürlər. 6-cı zonda. Danışacağım. Təbii ki, soyuducu yoxmuş. Niyə soyuducu yoxdur? Bu qanunda yoxdur soyuducu. Amma bu 50 dərəcə istidə bu dustaq nə eləsin? Baxın, Misali Seyidov bu ölkədə 2 nəfərində olan məmur varsa biri Misali Seyidov. Allah var. Mən hər zaman həqiqəti danışmışım. Misali ilə aram yoxdur, Misali Seyidovla. Heç uzun müddət görüşmədik, danışmadıq. Amma Misali Seyidov bu işi bilən adamdır. Niyə soyuducu yoxdur? Niyə 50 dərəcə istidə soyuducu yoxdur? Halbuki DTX-da, mən DTX-da da bir 140 gün misafir olmuşam. Niyə məni DTX-ya aparmışdılar? Mənim DTX-da nə işim var idi? Niyə əməliyyatı DTX baş prokurorluqla bir yerdə eləmişdi? 311-ci maddənin jurnalistin Əvəz Zeynalının DTX ilə nə işi var idi? Məni öldürəcəkdi, kimi öldürəcəkdi? Niyə öldürəcəkdi? Məni kimlə qoruyurdular? Hara aparırdılar? Həmin o DTX-da 140 günlük mən orada qaldım. DTX-nın sistemi möhtəşəm. Kadrları əla. Münasibətlər gözəl. 140 gündə mənə bir dəfə sən demədilər. Siz buyurun. Belə. Böyük hər korpusda böyük soyuducular var. Qardaş, niyə soyuducu qoymursunuz? DTX-da yemək də keyfiyyətlidir. Evdən yemək gəlməsin, oranın yeməyinlə yaşa. Bunu düz deyil. Mən də DTX-da yaxşı yeyişmişəm. Orada yeməyi yaxşı verirlər, amma ifu yaxşı kəsirlər. Amma mümkündür. Sənin təcridxananda yemək yox. Kartof gətirirlər, soğan gətirirlər, çiğ ət gətirirlər, dana gətirirlər, qoyun gətirirlər. Novruz bayramı olur, Elnur İsmailov Kürdəxanada Bakı İstinad Təcridxanasında 15 dənə, 20 dənə zəngin adamı çağırır, adama 5 dənə qoyun gətirir. Niyə? Novruz bayramıdır. Qurban bayramıdır, adama 7 dənə qoyun gətirir. Niyə? Qurban bayramı. Və Elnur İsmailov demiş ki, mənim vaxtım gedir, mən heç danışmıram, amma elə bunlardan danışıram. Gör nə qədər doluyam, əziz tamaşaçılar. Gör nə qədər doluyam. Danış qardaş, danış.
Dünyada ilk adam gördüm ki Elnur İsmailov yaşı olandı, polkovnikdi. Yola ver. Yəni yola ver İsmailov. Məsələ penitensiar xidmətin adını olmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yola verən xidməti. Yola verirlər bunlar. Əvəz müəllim gəldin, 5 günə işləsən, arxayın ol, narahat olma, problem yoxdur. Mən bir şey bilirəm. Bir iki çaya gedəcəksən falan, belə yalan. Rəisdir, polkovnikdir, yekə iş ulduzları var. Sən ona inanırsan, ağzından çıxan hər söz sənə təsir edir. Anlatabildim mi? Bayramdır. Bir görürsən yazıblar. Şeydir. Sizi təbrik edirəm, qardaşınız, dostunuz Elnur İsmailov. Gözəl, Allah səndən razı olsun. Yeni il bayramıdır, dünya Azərbaycanlılarının nə bilim həmrəylik bayramıdır, filan bayramdır. Bir də görürsən bir dənə gəldilər. Əvəz mən nə olur? Hamıya deyirlər. Hamıya. Mənə xüsusi xahiş edirdilər. Cavab yazında, nə cavab yazım mən? Və Elnur İsmailova təşəkkür edirəm. Niyə qardaş? Və sizi təbrik elədik. Qardaş təbrik elər də. Mən səni təbrik eləməyə görə sən mənə yazılı təşəkkür mü eləməlisən? Bax, Bakı İstintaq Təcridxanasında bu var. Yola verən adam da adam, yola verir. Bir sürü yalan, bir sürü palan. Bax, penitensiar xidmətin rəislərinin hamısı dustaqları bir-birinə qırmağa, dustaqların valideynlərindən bir-birinə deyinə söz deməyə heç bir zaman rəislərə inanmayın. Və çox təəssüf ki, bu belədir. Və təbii ki, soyuducu olmalıdır. O zaman yemək düzəldir. Yemək düzəlibmi? Misali Seyidovun vaxtında yemək xeyli düzəlib. Qara çörək, ağ çörəyə keçib. Ondan sonra nə bilim biraz o ətlər dəyişib. Biraz keyfiyyətli yeməklər var. Amma o deyil. Genə də periraça gəlir. Sovqat gəlir. Ya sovqatı dayandırın, ya normal yeməyə keçin. Cəmaata xaladilnik qoyun. Xaladilnik qoymağa pul. Xaladilnikdə soyuducu qoymağa pul. Soyuducu almağa pul. Canım sənə desin, otaqda plitka, nə bilim, o qızdırıcı qoymağa pul. Soba. Qardaş, belə şey olmaz axı. Penitensiar xidmət, belə şey olmaz. Müsbət şeylər var mı? Var bəzi şeylər. Mən o qızları oxudum. Aytaçgili, Sevinç Vaqif qızını. Onlar da orada bir islahatlar eləyirlər. Təbii ki, hər siyasi məhbus həm də onu düzəldir, həm də Kürdəxanayı düzəldir. Amma bu məsələlər məsələ olmamalıdır. Məsələ olmamalıdır. Elnur Şükürov, əziz tanışaçılar, tanıyırlar onu, siyasi məhbus siyasında var. Mənim üzümə 2 dənə dostumu qoydular. Biri dəllaldır, vəkildir. Vəkil deyil, o vəkil olmamalıdır. Elə bir vəkil ola bilməz. Və mən vəkillər kollegiyasına da buradan müraciət edirəm. Elçin Sadıqov deyir. Rüşvət aldığı iddia olunan, haqqında cinayət işi açılan və mənim adımdan gedib pul aldığı rəsmən cinayət materiallarından təsdiqlənən bir adam vəkil ola bilməz. Vəkil olmayacaq bu ölkədə həmin dəllal. Onu keçdik. 2 dostumu qoydular, 15 illik, 16 illik ailə dostumu. Bir də vəkilimi güya. Mənim vəkillik Özür istəyirəm. Söhbət bu adamdan gedir, dostlar. Elçin Sadıqov. Onu tanıyın. Ona vəkil kimi müraciət edən adam sadəcə olaraq həyatın təhlükə atır. Bizdən demək, əvəz Zeynalını böhtan atıb, şərliyib, həbs elətdirən bu adamdır. Mənim konfidensial hüquqlarımı satdı, mənim hər şeyimi satdı bu adam. Və Elnur Şükürov. Elnur Şükürov da mənim dostumuydu. Məni çox ciddi müdafiə elədi. Həmişə Xurala gəlirdi, danışırdı. Xuralın əməkdaşı kimi idi. Elnur mənim üzümə durmadı. Mən Elnur haqqında ayrıca danışacağım. Ayrıca danışacağım adamlar var. 4 illik programım var, Allah ömür versə. Gündəliklərimi çap eləyəcəm. Bəzi insanlar haqqında danışacağım. Portretlər danışacağım. Bəzi memuarlar danışacağım. Artıq memuar danışacaq yaşa gəldik, təəssüf ki. Və ayrıca danışacağım adamlardan biri Elnurdur, Elnur Şükürov. Elnur Şükürov indi Tubzon deyilir, oradadır. Və sentyabrın 12-sində də onun zamanıdır, kalendarıdır.
Çox təəssüf ki, siyasəti dəyişdi. Mən elə düşünürəm ki, Prezident İlham Əliyevin siyasəti tamam dəyişdi. Çünki çox təəssüf ki, tez-tez əflər olmayacaq, belə görünür və çox təəssüf ki, siyasi məhbuslar tez-tez siyalarına salınmayacaq. Görünən odur. Çünki keçən ildə mayın 25-də verilən əfdə siyasi məhbus olmadı. Bu ildə siyasi məhbus olmadı və bu gedişlə qaldı gələn ilə və siyasi məhbus olacaqmı, olmayacaqmı o da tamam ayrı bir şeydir. O siyasi məhbusların dostlar olmamasının səbəbi bilirsə nədir? Vaxtilə bu barədə sual verəndə bir qız jurnalist Heydər Əliyevə, Heydər Əliyevin cavabı belə oldu ki, anan evi süpürür, zibili çölə atır, yoxsa şkafın içinə altına qoyur. Şkafın içinə atır. Heydər Əliyev siyasi məhbuslara zibil kimi baxır. Yəni sənə xalq olaraq zibil kimi baxır. Oğul da elə. Əziz tamaşaçılar, Elnur Şükürov ləyaqətli insandır. İndi başında bir problemlər var. Tez-tez yazır, Ədliyyə Nazirliyinin intihsar xidmətinə müraciət eləyir. Oyun var başımda. Mart ayında məhkəməsi olub, rəhbərlik yaxşı xarakteristika verir. May ayında məhkəməsi olub, rəhbərlik mənfi xarakteristika verib. Nə baş verib, nə dəyişib ki, nə olub ki, nə olur ki? Nə olur ki? Adama imkan vermək lazımdır ki, adam həbsini çəksin, bayıra çıxsın. Kürdaxanada, Bakı İstintaq Təcridxanasında 5-in birində qalırdım mən. 5-ci korpusun 1-ci mərtəbəsində. Bir də eşitdim ki, oraya Ələsgər gəlir. Ələsgər Məmmədli. Ələsgər Məmmədli əslində Toplum TV işində gedir, amma mən Ələsgər Məmmədliyə niyə ayrıca? Çünki biz bir yerdə olmuşuq. Mən əsasən bir yerdə olduğum tutaqlardan danışmaq istəyirəm. Ələsgər Məmmədli cəmiyyət tanıyır, amma mən başqa cür tanıyıram. Biz bir yerdə getmişik, əziz tamaşaçılar. Allah rəhmət eləsin, Əbülfəz Elçi bəyin dünən 87 yaş tamam olurdu. Türkiyə bir yerdə göndərilmişik. Əbülfəz bəyin göndərdiyi ilk 50 nəfərlik qrupun içindəyik. Ələsgər İstanbul hüquqdan məzun idi. Mən Ankara hüquqdan məzunam. Türkiyə Cumhuriyyətini həmişə İstanbul hüquq və Ankara hüquq idarə edib. Azərbaycan Cumhuriyyətində İstanbul hüququn və Ankara hüququn məzunları həbsxanalarda. Çox gözəl inkişafdır. Halbuki hansı ki Türkiyəmizdə gözəl Azərbaycanımıza çevrilir. Həbsxanada deyirdim, ay Allah, Erdoğan var, Hakan Fidan var, Türkiyə var, Azərbaycana təsir olacaq, ordu Türkiyə modelində inkişaf eləyir. Burada yaxşı yazman saldıra dostlar, bunu demək lazımdır. Həmin o Elçin Sadıqov bugün Rüfət Səfərovun vəkilidir. Bəyəm Rüfət Səfərovun özü, dədəsi, ailəsi, dostları bilmirlər Elçin Sadıqov kimdir. Sizə nə baş verir? Rüfət Səfərov özü kimdir? Mən məcburam Rüfət Səfərovdan şübhələnəm. İnsan kimi şübhələnəm. Axı Rüfət Səfərov bilir ki, özdə Əvəz Zeynalının Müdafiə Komitəsinin deyəsən üzvüydü Rüfət. Rüfət bilə-bilə ki, Elçin Sadıqov və yaxud da deyirəm, bu qızdırma var, xəstəlik, bu hamı tutub Azərbaycanda. Rüfət Səfərov anlamır, başa düşmür. Rüfət Səfərov bilmir ki, Elçin kimdir. Əvəzi satan, əvəzə böhtan tutduran satan yox, satan belə düz çıxmır. Belə çıxır ki, əvəz nəsə eləyib, o satıb, o pis şey deyil o. Əvəz nəsə doğrudan cinayət törədibsə, Elçin gibi xəbər veribsə dövlətə, o təşəkkür olmaqla eləmək lazımdır ki, o bir cinayətin üstünü açıbdır. Amma adam özü gedib kimdənsə pul alıb, əvəzin adından. Əvəzə böhtan atıb tutturub. Öz azadlıqdadır. Bunu Rüfət Səfərov bilə-bilə. Onu vəkil tutursa, bu cəmiyyət, bu bədbax yazıq millət efirdən görürdü Rüfət Səfərov, hüquqdan danışırdı. Bu millət nə düşünsün? Hə? Rüfət kimdir, Əvəz kimdir, Elçin Sadıqov kimdir? Əvəz düz deyir. Əgər Əvəz düz deyirsə, Rüfət Elçin Sadıqovu vəkil tutmamalıdır. Heç kim
başında ağlı olan adamlar Elçin Sadıqov vəkil tutmamalıdır. Yox, əgər Rüfət Səfərov Elçin Sadıqov vəkil tutursa icazə verin, mən şübhələnim. Ya əvəzdən şübhələnməliyəm, ya Rüfətin özündən. Yalan deyirəmsə, yazın ki, sən yalan deyirsən. Millət bir olmaz kişilər. Millət bir olmaz. Millətin özünün də adam kimi, insan kimi bir şəxsiyyəti olmalıdır. Millətin şəxsiyyəti olmalıdır. Ləyaqət hissi olmalıdır toplumu. Bir adama, əvəz kimi bir adama qarşı bu alçaqlığı ilə adam vəkildirsə, vəkil kimi, bənnadırsa, ustadırsa, usta kimi acından ölməlidir. Millət onu qidalandırmamalıdır əmək haqqı ilə. Aydındır. Biz də tam tərsinə baş verək o şeylər. Ay millət, ay qardaşlar, belə mi olmalıdır? Yox, belə ola bilməz. Belə olmamalı. Seçimlər olacaq. Yəni, Ağsaqqal Erdoğan məsləhət edəcək ki, belə yəni dövlət biraz düzəlsin. Ay maşallah, ay maşallah, ay maşallah. Türkiyədə 100 tuturlar. 100 adam bir, 200 adam bir. Seçilmişləri tuturlar. Fatih Altaylı belə getdi. Danışacağım, indi burada da problemim olacaq. Amma Ekrem İmamoğlu ilə getdi. Biz gözləyirdik ki, Türkiyənin irəli tərəqqipərvər addımlarından bəhrələnək. Sağ olsun, Türkiyə bizim geri və feodal yapımızdan bəhrələnir. Bir millət, iki devlətik möhtəşəm bir şəkildə hər şey. Ələsgəri gördüm. Ələsgərin səhhətində ciddi problemlər var. Ələsgərdə də eyni bəla var, amma inşallah ki, xoş xassəlidir. İnşallah ki, bəd xassəliyə çevrilməz. Ələsgərin də bir balası var. Ələsgərin də həmin oğlu Ankara'da oxuyur. Hamını tutursuz, o qədər problemlər var ki, hamını tutursuz. Bəs bunun balaları, bəs bunun ailəsi, bəs bunun evi, bəs bunun eşiyi, əziz tamaşaçılar. Əziz hökumət. Tutursuz, bəs bunun qadını, bəs bunun cavan yoldaşı, bəs bu kirayədədir o, bəs bunun kreditləri var o, bəs bunun gəliri yoxdur o, bəs bunun, bəs nə eləsin? Bəs insanı həbs eləyəndə hər tər Ələsgəri də nə ilə tutublar? O, Hüseydin milyonları. Mən Hüseyddən milyon yarım alan, bugün Azərbaycan parlamentində oturan, Azərbaycanı idarə edən deputatlar tanıyıram ki, milyon yarım Hüseyddən pul alıb, yeyib, həz mürabiədən keçiriblər. Onlar da tutun da o zaman. Demirəm kim cinayət edib, kim cinayət eləməyib. Bu uşaqlar cinayət eləməyib. Danışacağım adamlardan ola bilər kimsə cinayət eləsin. Amma belə olmazaq. 6-cı zonda Pünhan Kərimli var. Siyasi məhbusdur. Almaniyada bir dəfə çıxıb bir çıxış eləyib. Və eləyib da. Sonra Almaniya deport elədi bir qrupu. O qrup gəldi, hamısı içəridədir. Biz Pünhanla 6-cı zonda məni qarşılayanlardan biri Pünhan idi. Pünhan Kərimli. 5 il veriblər. 6 il veriblər, sonra da 1 ilini çıxıblar. 5 il. Pünhan Kərimli həbsdədir. 5 illik cəza veriblər. Gəncəcik, cavan bir uşaq. Bir dəfə bir dənə çıxış eləyib. Ailə darmadağın. İndi həyat darmadağın. İndi yəni bəzi şeyləri də deyə bilmirəm. Anlatabildim mi? Bu cavan oğlandır. Bunu sən bu həftə buraxılacaq, o bir həftə buraxılacaq. Cəbhəçidir həm də. AXCP-nin üzvüdür. Və çox narahatdır. Bir gərginəm, Pünhandan narahatam. Həmişə də danışıram. Atasından danışıram Vahid kişi ilə. O da bir mübarizənin içindədir. O da bir narahatlığın içindədir. Hər kəsin problemi var. Hər kəsin ailəsində gərginlikdir. Hər 15 gündən bir dustağın yanına gedirsən, onun problemləri var, onun narahatlıqları var. Pünhanla çox narahatam. 6-cı zonun dustaqlarının hamısından narahatam. Hamısını sevirəm, hamısına salam söyləyirəm burada. Gül kimi insanlar var. Pasyanar kütlə oradadır, əziz xalqım. Mən deyirəm, Azərbaycanda 345 siyasi məhbus yoxdur. Heç olmasa Azərbaycanda minlərlə siyasi məhbus. Bəli, tam doğru. Minlərlə. Sovet hökumətinin dövründə bizim 8000 potensialımız oldu.
həbsxanada tutaqlarımız var. İndi 50 mini keçmişik. 6-cı zonda 400 dustaq yerdə yatır. Zona gəldin pul. Karantinə girdin pul. Karantindən çıxdın pul. Koyka aldın pul. Yer, yəni yataq. 400-500 dustaq da yerdə yatır. Belə şey mi olar? Belə bir yabırçılıq mı olar? Pünhandan narahatam və Pünhanın ən yaxın zamanda azadlığa buraxılmasını istəyirəm, xahiş edirəm. 3'te 2'ni keçir. Bu adamın bütün hara baxırsan, hardan baxırsan problemdir. Müəyyən xəstəlikləri var. Mən bilmirəm. Panik atak var, bilmirəm. Panik atakı da var idi. Deməli, mən burada baxaram, çoxlu da yazırlar. Burada siyasi məhbuslara azadlıq təbii ki. Burada indi mən imkanım olsa ona da baxacağım, əziz tamaşaçılar. Pünhanın azadlığa buraxılmasını istəyirəm, tələb edirəm, xahiş edirəm. Eyni zonda bir siyasi məhbusumuz da var, İlxan Əliyev, cəbhəçidir, o da cəbhəçidir. Baxın dostlar, deməli 28-ci dəqiqədə qaldıq. Əvvəz Zeynallı azadlıqda olanlar həbsdən qabaq necə mübarizə aparırdısa, həbsdə olanda da eyni işlərini görübdü, yenə də davam edir. Qurban bəyin nəvələri stres yaşamamalıdır. Qurban bəyin övladları bu binadan çıxarılmamalıdır. Bu binada sökülməməlidir. Niyə qardaş? Bu yanlış bir ənənədir. Biz Azərbaycan hakimiyyəti bu ənənənin yerləşməsindən çəkinirik. Baxın, mən həbs olunanda bilgisi elə efirə səsini yaxın Bəli, Qurban bəy. Hoş gördük. Sağ olun. Biz elə efirdə indi. canlı yayınlardayıq Qurban bəy. Buyurun. Əvvəla eləsiniz ki, bu evlərin mənə verilməsində Nərimanov icra hakimi gətirilmiş. Burada bilməzdiniz ki, bizim o əvvəlki bir təsdiqatlara qabaq olan 650 kvadrata qədər xarici istifadəmdə olan, qanunlu mənim xarici olan sahəmizi dövlət qurbanları sürməyiblər. İcra hakimiyyəti sürməyibdir ki, icra hakimiyyəti mənə ev verir. Orada bir gözəl firma var, Atlak İnşaat. Atlak İnşaat firması sökür və bu söküntü rəhbərliyi edirdi. Fövqəladə Hallar Nazirliyinin ikincidə Təhlükəsizlik Nəzarət İdarəsi var, bilirsiniz. O idarənin nümayəndələri burada nəzarət edirlər. Bütün qonşularla tanışlar vardı. Şəxsən da bəzi qamrıda yazırlar ki, tək mənim evimi söküblər. Yox, orada iki bina söküblər. Onun yerində hal-hazırda 16 mərtəbəli bir bina tikilib. Dostlar, burada Əvəz bəyin çox məşhur bir sözü var. Axırda Əməldir, Qurban bəy titrərdi. Onun səsi titrəyəndə mənim bütün varlığım titrərdi. Ey bu ölkəni idarə edənlər. Abidin Fərzəliyev kimi balacalar, Ramiz Mehdiyev kimi biraz balacadan yek olanlar, Əli Həsənov kimi bu ölkəyə göz yaşını tığ vuranlar belə şeylər eləmir. Adamları, Azərbaycan balalarını, Azərbaycan qızlarını, Azərbaycan gəlinlərini qucaqlarında, uşağı əllərində çamadanı taksilərlə getməyə möhtac eləməyin. Kişilərin səsi danışanda titrəməsin. Kişiləri əlaçsız etməyin qadınlarının, qızlarının, balalarının gözünün qarşısında. Biz belə dövlət qura bilməliyik. Biz belə dövlət qurmaq istəmirik. bu möhtəşəm sözdür. Biz belə dövlət qurmaq istəməmişdik. İstədiyimiz dövləti özümüz mütləq quracağıq Allahın köməkliyi ilə. Möhkəm olun. Sabah saat 20:00-da parlamentin iclasını izləmək ümidi ilə sağlıqlı qalın.